Azərbaycanın milli qəhrəmanı İskəndər Aznaurov haqqında danışarkən onun milli kimliyi haqqında deməmək olmur. O, Ahıska türklərindəndir. Tarixi vətənləri bugünkü Gürcüstan Respublikasında olan Ahıskalılar Stalinizmin qurbanlarına çevrilən xalqlardandır. 1944-cü il iyul ayının 31-də SSR Dövlət Müdafiə Komitəsinin qərarı ilə Ahıska türkləri Qazaxıstan, Özbəkistan və Qırğızstana deportasiya edildilər. Səbəb isə çox sadə idi. NKVD onları etibarsız xalq elan etmişdi. Həmin deportasiya zamanı 18 minə yaxın türk yollarda həlak oldu. İskəndər Aznaurov 1956-cı ildə ailəsinin deportasiya olunduğu Özbəkistanda Buxara vilayətində doğuldu. 1989-cu ildə isə Ahıska türkləri KGB-nin qurbanına çevrildilər. Onların bir qismi Azərbaycana sığındı. Ermənistanın elan etmədən başladığı müharibəyə isə İskəndər Aznaurov könüllü getdi. Qəhrəmanın döyüş dostu Məzahir Hüseynov o günləri belə xatırlayır. Mən şəxsən onunla çiyin-çiyinə vuruşduğuma görə özümə fəxr bilirəm. Xocalı hadisəsindən sonra da xalqda vahimə vardı. Biz də könüllü özümüz silaha sarıldıq, öz rayonumuzu müdafiə eləmək üçün. İskəndər kimi olanlar, başqa yeni şəhid olan qəhrəmanlarımız var. Hamısından birlikdə rayonumuzun müdafiəsinə qalıqdıq. İskəndər Aznaurov hərbi xidmətini en saylı hərbi hissə komandirinin artilleriya üzrə müavini kimi davam etdirir. İlk vaxtlardan topçu İskəndər kimi məşhurlaşan Aznaurov, Mutudərə, Ərdağı, Kaftar Qayası, Ləzgidaş əməliyyatlarında döyüşün taleyini şəxsən həll edir. Həmin əməliyyatlarda düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını sərrast top atəşləri ilə məhv edən İskəndər Aznaurov qarşı tərəfdə vahimə yaratmağı bacardı. Borcumuzu bize ata-babadan kalan toplar. Olmaz ki kalkıp buraya ayağımızı atar. Hem de basmayacaktır. Bir bas ki kaynağı aldı. Yine basar, yine onu bucak kaynağı alacak. Aznaurov İskəndər Zöhraboğlu'nun şücaəti nəticəsində bu yerləşdiyimiz, bu hal-hazırda durduğumuz mövqeyi onun şəxsi təşəbbüsünə əsasən tutulmuşdur. Bu mövqeyi düşmən üçün alınmaz bir qalaya çevirmişdir. Hal-hazırda bu mövqeyi Topçu İskəndərin adına uyğun olaraq İskəndər qalası adlanır. Burada xidmət edən hər bir çavuş əskərlər Topçu İskəndərin adının həmişə yüksək olması üçün bütün döyüş hazırlıqlarında, ictimai hazırlıqlarda öz birlik bacarıqlarını artırırlar. Düşmən tərəfindən atəşkəs pozularsa ona tutarlı cavab verirlər. Topçu İskəndər bu mövqelərin tutulmasında çox böyük misilsiz zəhməti və qəhrəmanı olmuşdur. O vaxtki Azərbaycanın siyasi rəhbərliyində belə bir təsəvvür yaranmışdı ki, Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan rayonlarımıza hücum edə bilməzlər. Lakin Laçın və Kəlbəcərin taleyi bu fikirləri dağıtdı. Eyni taleyə məhkum olmuş rayonlarımızdan biri də Gədəbəy idi. Quldur yuvasına çevrilmiş başkənd Şınıq bölgəsindəki 28 kəndin yollarını ifric etmişdi. Başkəndin quldurlarından təmizlənməsi əməliyyatını Məzahir Hüseynov belə xatırlayır. Başkənd deyilən o kənd ərazi bütün Gədəbəy bölgəsinin 28 kəndinə, Şınıq bölgəsinin yolu kəsilir. Ermənilərin böyük bir desək səngər yuvasında tank texnika həmişə bütün bizim kəndi Azərbaycan kəndləri, rayonumuzun kəndlərini ateş altındasa, bütün o həmən nöqtə toçkalar məhv edildi. O cümlədən də Krasnoselsk rayonu deyilən ərazidən həmişə bizə qırat, top mərmiləri yağdırılan həmin nöqtələrin hamısı susturuldu, həmin yüksəkliklər də alındı. Canlı qüvvə kimin sayının təxmini deyə bilərəm, 50-60-a yaxın və canlı da olaraq onların başçısı Mamiko Mujikyan deyilən bir başkəndin icra başçı, hərbi elə bir şeydə. Onu canlı olaraq o, həmin çəkilişdə o taxılın içində əsir götürdük. Verdik bizim Milli Təhlükəsizlik İdarəsinə təhvil. Keçəl dağ deyilən bir erməni düşmən mövqeyi var idi. O ərazini götürüləndə əsas Aznaurov İskəndərin deyək ki, qəhrəmanlığı, rəşadəti orada oldu. Həmin döyüş mövqeyini az bir vaxtda heç bir itkisiz götürüldü. Düşmən tərəfdən canlı qüvvə və texnika tərəfindən çoxlu itkilər verildi. Biz tərəfdən heç bir. İskəndər Aznaurov hərbi əməliyyatların əvvəlcədən mükəmməl hazırlanmasını, bir sözlə nizami ordu prinsiplərini rəhbər tuturdu. Döyüş yoldaşları onun qazandığı qələbələri bu prinsiplə əlaqələndirirlər. Lakin müharibənin öz qanunları var. Həmin qanunların sərt tələblərindən çox vaxt qaçmaq olmur. Qəhrəman topçunu haqlayan ölüm mərmisi də qaçılmaz oldu. Qarşımızda yerləşmiş bu yüksəklikdə
93-cü ilin aprelin 18-ci günü düşmən kəndlərimizi müntəzəm olaraq ateşə açırdı. Toplardan, iri çaplı silahlardan ateş açırdı. Bunu görən İskəndər hərbi hissə komandirinin müvafiq əmr və sərəncamlarına əsasən o mövqeyin tutulması üçün sərəncam aldı. Və könüllərdən ibarət olan dəstə həmin mövqe uğrunda gedən döyüşlərə qatıldı. İskəndər Azdanoğlu rəhbəri ilə həmin mövqe bizim ordu tərəfindən boşaldıldı. Belə ki, həmən an orada qalmış bir ədəd 85 mm düşmən topunu topçu İskəndər gördü və o topun lüləsində mərmi qaldığını gördü. O mərmini çıxartdı və topu əsgərlərin köməyi ilə çevirərək düşmənin öz topundan öz düşmən mövqelərinə atış açmağa başladı. Başqa bir istiqamətdən düşmənin piyadanın döyüş maşını çıxdı və onun piyadanın döyüş maşınından açılan mərmi topa dəydi və oradan səpələnən qəlpələr topçu İskəndərin sol əlini və qarın nahiyəsini yaraladı. İskəndər Aznavurovun silah dostları indi də o ölümə çətinliklə inanırlar. Onlar komandirlərinin ölümə belə məğlub olacağını indi də təsəvvür edə bilmirlər. Həmin ölümün qiyməti Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 1995-ci il yanvar ayının 15-də imzaladığı sərəncamında belə ifadə olunurdu. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda böyük xidmət. Bəli, bəzən insanlar sevdiklərinə öz ölümləri ilə xidmət etmiş olurlar. İskəndər Aznaurov özünün 3 qız övladının taleyi üçün narahat değildi. Bilirdi ki, onları Azərbaycan xalqının, dövlətinin istiliyi heç vaxt üşüməyə qoymayacaq. Bugün ataları ilə bağlı yaşadıkları qürur isə həmin 3 qız üçün ən böyük miras oldu. Herkes biliyor ki yani şehitler ölmez, vatan bölünmezdir. Bugünkü günde onun kanıtıdır. Ben şehitlerin ölmediğine inanıyorum, babamın da. 19 yıl geçmesine rağmen bugün biz bu şekilde yaşatıyoruz ona. Ve herkese çok teşekkür ederim. Gelen sizlere mesela onu hatırlayıp geldikleri için, unutmadıkları için herkese teşekkür ediyorum. Bu kadar Allah'tan herkese rahmet diliyorum burada yatan bütün şehitlerimize. Ben babamla gurur duyuyorum. Onun adına bir kala verilmiş GDB'de. O da askerler için güvenç yeridir.